Monqol ordusunun bütün gücü atlı oxçuluq üzərində qurulmuşdu. Onları dünyanın ən çevik ordusu edən məhz bu idi. Döyüş sahəsində sürət, elastiklik və uzaq məsafədən dəqiq atış Monqolları yenilməz edirdi. Monqollar uşaqlıqdan çöl həyatına alışdığı üçün silah və atla təmasları çox erkən yaşda başlayır. Bu onları başqa xalqlardan fərqləndirirdi. Monqol ailələrdə oğlan uşaqları 4-5 yaşından at sürməyi, ox atmağı öyrənməyə başlayırdı. Bu bacarıq bir idman yox, gələcəkdə sağ qalmaq üçün məcburi bilik sayılırdı. Monqol yayları taxta, sümük və heyvan sinirlərindən hazırlanırdı. Bu unikal qarışım yayları həm yüngül, həm də çox güclü edirdi. Kompozit yayların kiçik olması Monqollara at üstündə inanılmaz çeviklik verirdi. Döyüşçü həm at çapır, həm də dönüb hər bucaqdan dəqiq ox ata bilirdi. Monqol yayları həm soyuğa, həm də quraqlığa davamlı idi. Bu onları Sibir tundrasından İran çöllərinə qədər hər yerdə effektiv edir, imperiyanın genişlənməsinə şərait yaradırdı. Monqolların ən məşhur bacarığı at qaçarkən dəqiq ox ata bilmələri idi. Bu xüsusi məşq tələb edirdi və Monqol döyüşçüləri bu sənətin ustası idilər. Monqollar geriyə baxmadan atı geri çəkilərək qaçarkən arxaya dönüb dəqiqliklə atəş edə bilirdilər. Düşmən onları təqib etdiyini düşünürdü, amma Monqollar atəş altında onu geri otustururdu. Bu taktika Moğolların imzası idi. Çevik dəstələr yaxınlaşır, ox yağdırır, sonra ani sürətlə geri çəkilir. Bu düşmən sıralarını dağıdırdı. Monqollar heç vaxt döyüşə yaxın məsafədən başlamırdı. Əvvəlcə uzaqdan onları ox yağışı ilə düşməni zəiflədirdi. Sonra taktiki hücumlar edirdilər. Monqollar ox ataraq düşməni öz ritminə salır, düşmənin plan qurmasına imkan vermirdi. Monqolların oxları məqsədə görə dəyişirdi. Zireh qıran, geniş kəsən, at bədəninə zərbə verən, yanıcı və psixoloji təsir yaradan fitli oxlar. Zireh geyinmiş düşmənlər üçün xüsusi nazik konservari metal uclu oxlar hazırlanırdı. Bu oxlar zirehi deşib keçə bilirdi. Düşmən qoşunlarının hərəkətini pozmaq üçün geniş, yarıqlı, dərin kəsik yaradan oxlar atların ayaqlarına yönləndirilirdi. Bəzi oxların içində boşluq olurdu və atılanda fit kimi səs çıxardırdı. Bu düşmən sıralarında gərginlik və qorxu yaradırdı. Monqollar oxları xüsusi qundaqlarda daşıyırdı. Döyüşçü həm sağ, həm sol tərəfdə ox qundağı gəzdirirdi ki, hər an əl çatan olsun. Hər Monqol əskəri ən az 60, ən çox 100 ox gəzdirirdi. Uzun döyüşlər üçün bu zəruri idi. Monqolların oxları xüsusi şəkildə aerodinamik edirdi. Həm yüngül, həm də soyuq havada sabit uçuşlar edən oxlar döyüşdə böyük üstünlük yaradırdı. Monqol atları kiçik olsa da son dərəcə dözümlü idi. Gündə 80-100 kilometr yol gedə bilirdilər və döyüşlərdə inanılmaz çeviklik verirdi. Hər Monqol döyüşçüsünün yanında bir neçə at olurdu. Yorulan at dərhal dəyişdirilir, sürət heç vaxt itirilmirdi. Monqollar atlarını dost kimi qəbul edirdi. Atın yorğunluğunu, nəfəsini, dayanma ehtiyacını instinktiv hiss edirdilər. Çingiz xanın ordusu onluq sistemlə təşkil olaraq oxçulara xüsusi bir sinif kimi yüksəltdi. Onlar ordunun ən qiymətli hissəsi idilər. Monqol cəmiyyətində ox atma sənətində ustalaşanlar daha nüfuzlu sayılırdı. Monqollar yaylarını yağlayır, quru havada çatlamasın deyə xüsusi qarışıqlıqlarla mühafizə edirdilər. Bu yayların illərlə işlək qalmasını təmin edirdi. Monqol döyüşçüləri gündə saatlarla ox atırdı. Hər döyüşçü ayda minlərlə atış edir və bu mükəmməl dəqiqlik yaradırdı. Monqollar döyüşdən öncə yaylarını yoxlayır, atlarını fırçalayır və qışda dua edirdilər. Bu ritual həm psixoloji, həm də praktiki hazırlıq idi. Monqollar üçün ox yalnız silah deyildi. O qələbənin simvolu, gücün göstəricisi idi. Monqol oxçuluğu Avrasiyadan bir çox xalqa təsir etdi. Çin, Koreya, Rus, Orta Şərq və hətta Avropa orduları Monqol taktikasından nümunə götürdü. Monqol imperiyası genişlədikcə onlar başqa xalqlardan da texnikalar götürərək yay, ox və hədəf sistemlərini inkişaf etdirdi. Bu gün Monqolistan və bəzi türk ölkələrində Monqol oxçuluğu festivalları, yarışları və milli idman kimi yaşadılır. Bu qədim döyüş sənətinin müasir dünyada davam etməsini təmin edir.